Salam qızlar, hər vaxtınız xeyir olsun. Mən bugün sizinlə kiçik bir bazarlığımı bölüşmək istəyirəm. Nə almışam? Burada 3 kilo təzə kartofdur. 1 manat 10 qəpikdən həyətdə almışam bunu. Dərşi. Burada kağıt atığıdır qızlar. Bizim evimizin yanında mağazin var. Ucuz store. Həmin ucuz storedan. Ucuz store adıdır, amma ki qiymətlər elə demək olar ki, Bravo'dakı kimidir. Burada 1 litr var, 1 manat 50 qəpik. Sonra belə bir Galina Blanca aldım. Qızlar, bu makaron pişirməyə uşaqlara, üstünə səpərəm, supsa eləməyə, belə şeylərə falan. Və burada yumurtadır. Kənd yumurtası deyil, adi yumurtadır. 20 ədəd götürdüm. Biri 9 qəpikdən. Bu uşaqlara vafli götürdüm. Balacalar yeyir. Mən qızlar şirniyyat götürəndə ümumiyyətlə çalışıram həmişə yaş kinanın şirniyyatlarını götürüm. Bu Rusiyanın istehsalıdır, bilirsiniz. Bu deməli bunun keyfiyyətinə mən dəvrət edirəm, yəni ki, inanıram, amma ayrı firmalara çox da redka halda mən ayrı firmalardan nəsə alıram. Sonra bax, Mahiyevdir qızlar. Cem Mahiyev almışam. Uşaqlara deməli mən dünən pankek eləmişdim. Onlar çox da yemirlər, amma cemlə bunu qəşəng yeyəcəklər. Onlara qəşəng belə balaca pirojnikalar aldım qızlar. 3 ədəd aldım. Birini Xaviyə qoydum məktəbə. 39 qəpik idi. Və ikisini balacalara götürdüm. Və belə yaş kinanın bu arada pirojnikalarıdır. Bunlardan da 2 ədəddir. Burada hamısı hardasa bir ilişib. Bu da yaş kinanın peçenyələridir. Apelsinovi peçenyelər. Bu yaş kinaların 2 ədədin birində Xaviyə üçün qoymuşdum məktəbə. Ona birdən də sosiska testi götürdüm. Nahardan uşaq çox gec yedi çıxdı deyə az şey qoymuşam ona. Xiyar aldım qızlar, kilosu 1 manata. Manat 4 qəpiyə hardasa. Burada 1 kilodan çox idi, 1 kilo 700 qram, məbləği 1,79-a. Bu test çaylarını qızlar mən sevmirəm, çünki bunlar meyvə qarışığı ilandılar. Amma mənim böyük qızım çox sevir belə çayları, ona görə keçən dəfə də almışdı özünə uşaq. Mən bu çayı götürdüm, deməli yadımdan çıxmışdı, kart qalmışdı uşaqda, qızımda. Mən ona dedim ki, Madonna pəncərədən mənə kartı at balkondan. Uşaq balkondan atanda çayı qoydu içinə. Dedim, sən çayı nağ qoydun. Mən getdim Bravo'ya. Bravo'da yaşıya qoymuşam çayı, evə gələndə 4 paketini. Çay təbii ki yadımdan çıxdı, qaldı orada. Ona görə də təzədən aldım. Mən onu aldım, sözün düzü. O bəyənmədim. Göstərəcəyəm hansını almışam. Mən bu çayı almışdım onun üçün. Bu manga iləndir. Manga və bilmirəm daha nə iləndirsə. Amma iyi, qəşəng idi. Amma mənim üçün bunlar çay deyil. Bir dəfə də deyirəm, mən belə çayları içmirəm. Mənim üçün bütün qara çay və yaşıl çay. Aslında mən qara çay içirəm. Ya da ki, kofe çox zaman içirəm. Belə səhərlər mən kofe sevirəm. Burada qızlar 4 ədəd toyuq budu götürdüm. Tez bazar pişirmək üçün duxkaya qoyacağım uşaqlara. Ona görə də bu götürdüm, razmorоженный deyə. Mən bu günləri demək istədim qızlar, zəng edeyim bu ucuz tur mağazasına. Onlar mənə gətirirlər, ümumiyyətlə də deyirlər ki, zəng edeyim, biz gətirərik məhsulları. Amma ki, mən inanırsınız 3 gündə evdən çıxmıram həyətə deyə. Ona görə düşündüm ki, yaxşısı budur ki, özüm gedim, tez bazar, Xavini saxladım uşaqlarla evdə. Özüm getdim, Madonna da məndən gəldi elə paketləri daşımağa. Evdə ümumiyyətlə mənim göy göyərtilərim bitməmişdi, xarab olmuşdu. Hamısını atmışam, bayaqları tollamışam. Sonra da zibilləri tolladıq. Xiyar pomidor məndə bitmişdi, alça bitmişdi. Alça da ki, mənim həyatımdır da ümumiyyətlə alça. Ona görə də mən düşdüm, özüm gedim alım. Burada qızlar 10 ədəddir göyərti, mən hərəsindən götürdüm. Даже bundan da götürdüm, miyata istəyirəm, biraz nane ilə duzun qarışığını eləyim. Xiyar pomidora, alçaya əsasən. Burada da ki, çox şeylər var. Dağ keşnişi, adi keşniş, şüyüd, cəfəri. Burada ispanaqdır, sonra gres salatdır, yəni vəzəri. Sarımsaqdır, yaşıl sarımsaq. Keşniş, belə şeyləri götürdüm. 10 ədəd göyərti götürdüm. 2 manat buna pul verdim. Biri 20 qəpikdən, yəni ki. Burada qızlar mən biraz götürdüm, çiyələk az götürdüm. Hardasa 600-700 qramda
3 manat 27 qəpik. Qiyməti bunun kilosu 4.70-ədir. Az götürdüm. Çünki evdə o qədər də çiyələk yemirlər. Məhəmməd ona çox sevir. Məhəmməd çiyələyi. Alçanı zaten qızlar 2 kilo 100 qram alça götürmüşəm. Çox yekə alçalardır, inanırsınız. Gözlərim çıxdı, görən kimi onları biraz götürdüm və əsas burada pomidor da evdə bitmişdi deyə pomidor da götürdüm. Bunlar mənə lazım olan məhsullar idi. Bunların hamısına qızlar verdim. Deməli istədiyim burada yumurtanın qiyməti yox idi deyə deməli yumurtanı sonra vurdular da. 2 manat 60 qəpik yumurtanın qiymətidir. Və burada da 42 manat 50 qəpik, 58 qəpik də qalan məhsullar. Hardasa 45 manat, qruba qavaraq 45 manat mən bu məhsullara pul verdim. Belə. Hava bugün qızlar küləklidir, amma sərindir. Çıxmışdım mağazaya, sərin idi. Qəşəng külək əsir, isti olanda külək belə yerindədir də, lap qəşəngdir. Mən çox sevirəm isti havada külək. Bugün 24 dərəcə kimi hiss olunur, 22 dərəcədir. Arada yəqin ki, biraz yenə soyuq olacaq. Soyuq da yox, 19 dərəcə göstərir. Amma yenə də mən şükür eləyirəm. Belə havaları mən çox sevirəm qızlar. Və bir videonu burada bitirirəm. Bu qısa video olacaq. Xahiş edirəm qızlar, kim kanalıma abunə deyilsə abunə olun. Xahiş edirəm kommentariya qoyun. Belə.